Salam kanal izləyiciləri, mən Günel müəllimə. Bugün sizlərlə Dimin 2025 yeni nəşr test toplusuna belə bir sualın izahını bölüşmək istəyirəm. Gəlin sualımıza keçid edək. Deməli, sualımızda deyir ki, A və B 2 ilə 9 arasında yerləşən natural ədəddir. Bu ifadənin ən böyük qiymətini tap. Birinci bizə ən böyük qiymət tap dediyi ifadəni gəlin biraz sadələşdirək. Necə sadələşdirirəm? Bax, gördüyünüz kimi 4A plus 4B, A plus B 7 bölünsün A plus B yazıram. Yəni, kəsirləri ayrı-ayrı kəsir xəttində yazıram. Buradan nə etmək istəyirəm? 4-ü çıxarmaq istəyirəm. Qalsın A plus B. A plus B məxrəcdə. Plus 7 bölünsün A plus B. İndi bir şeyə fikir verin. Bunlar ixtisar getdi. Qaldı 4. Üstəcəl 7 bölünsün A plus B. Siz bu ifadəni ən böyük etmək istəyirsinizsə, məxrəcini ən kiçik qiymət seçməlisiniz. Yəni, A ilə B-ni elə seçməlisiniz ki, ən kiçik olsun, 7 bölüləndə daha böyük ədəd çıxsın. Bəs bu nə deməkdir? 2 ilə 9 arasında olan natural ədədlər hansılardır? 3, 4, 5, 6, 7 və 8. Mən bunların içindən eləsini seçməliyəm ki, ən kiçik olsun. Amma A ilə B fərqlidir deyə 3 ilə 4-ü seçə bilərəm ən kiçik. Onda 4 üstəcəl 7 bölünsün 3 plus 4. Xatırladım ki, bu buraxılış imtahanının suallarından olub. Hansı ki, artıq test toplusunda da əlavə olunub. 7-ni 7-yə böldükdə də nə qalır? 1. Deməli, sualımızın doğru cavabı nə qədər eləyər? 5. Sağ olun.